الحمد لله الذي لا يرد تائبا ولا يطرد راجعا ولا يخيب من طرق بابه نادما. الحمد لله الذي سترنا حين عصيناه وحلم علينا حين خالفناه وفتح لنا باب التوبة قبل أن نلقاه، وأشهد أن لا إله إلا الله وحده لا شريك له غافر الذنب وقابل التوب، وأشهد أن محمدًا عبده ورسوله نبي الرحمة والتوبة صلى الله عليه وعلى آله وصحبه وسلم تسليمًا كثيرا. عباد الله، اتقوا الله وراقبوه في السر والنجوى. Amma ba'd, əziz, dəyərli müsəlmanlar, əziz qardaşlar, ilk öncə Allahdan qorxmağı tövsiyə edirəm. Qorxun Allah Teala'dan, gizlində də, aşkarda da onun nəzarətində olduğunuzu dərk edin. Və sonra təsəvvür edin ki, bir kişi zülmətli bir gecədə bir qapının arxasında dayanıb. Çiyinlərində, kürəyində günahın yükünü daşıyır, ağırlığına qatlanıb, qəlbində peşmançılıq iz qoyub, elə zənn edir ki, o qapı onun üçün açılmayacaq, üzünə qapalı qalacaq, səs eşidilməyəcək. Belə bilir ki, keçmişi gələcəyindən daha güclüdür. Qapını döyür, ağlayır, deyir ki, ey Rəbb, günah etdim. Belə bilir ki, cavab gəlməyəcək, lakin cavab gəlib artıq. 7 səmanın üzərindən buyurub Rəbbin, la taqnatu min rahmetillah. Allahın rəhmətindən ümidinizi kəsməyin, üzməyin. Bu necə bir qapıdır? Peşman olanların üzünə heç vaxt bağlı qalmır. Necə bir Rəbdir ki, günahkarı, asini ey bəndəm deyə çağırır. Qul ya ibadiyəllədiyinə asrafu alə anfusihim la taqnatu min rahmetillah. Ey öz nəfslərinə qarşı hədlərini aşmış bəndələrim, Allahın rəhmətindən ümidinizi kəsməyin. İnnallaha yaghfiru zunubə cəmiə. Allah Teala bütün günahları bağışlayır. İnnehu vel gafurur rahim. Həqiqətən o bağışlayandır, rəhimlidir. Ona görə Allahın qulu, düşün bu çağırışı, bu səsi, əzəmətli nidanı. Rəbbin sadəcə ey salih bəndələrim demir. Yalnız ey mənim itaət edən bəndələrim demir. Əksinə deyir ki, ey nəfsinə qarşı həddi aşmış bəndələrim. Yəni özünə zülm etmiş bəndələrim. Ey günahları çoxalan, asiliklərin yükü ağırlığı altında əzilən, beli bükülən, şəhvətlərin aldatdığı, ey bəndə hansı ki, özün özvə danışırsan bəzən, deyirsən ki, məgər qayıdış var mənim üçün? Məgər tövbə etsəm qəbul olarmı? Bağışlanaram-mı? Cavab Rəbbindən gəlib. Allah Teala'dan la taqnatu min rahmetillah. Allahın rəhmətindən ümidinizi kəsməyin. Ümidsizlik əhatə etməsin sizi. İmkan vermə ki, şeytan səni günaha sürüklədikdən sonra səni ümidsizliyə də sürükləsin. İki şey istəyir şeytan səndən. Günaha düşəsən və sonra da Allahın rəhmətindən ümidsiz olasan.
əlini üzəsən, demir sənə sadəcə kafir ol. Bacarmırsa da etmək səni kafir. Çalışır ki, ümidsiz olasan. Əgər bacarmırsa sənə mane olmağa, itayətə, namaza, çalışır ki, səni ikiyüzlü etsin və desin ki, sən münafiqsən. Və əgər bacarmırsa səni tövbədən saxlamağı, sənə vəsvəsə edir ki, günahların çoxdur, səndə fayda yoxdur. Lakin həqiqi mömin rədd edir onu. Cavab verir, deyir ki, günahım çoxdur. Lakin rəhməti, lütfü böyük olan Rəbbim var. Xətalarım çoxdur, böyüdür. Lakin əzəmətli, əff edən, bağışlayan Allah Teala var. Mən zəifəm. Lakin Rəbbim bağışlayandır, mərhəmətlidir. Deyir ki, sallallahu aleyhi və səlləm, hər bir Adəm övladı xəta edəndir. Ən xeyirli xəta edən, tövbə edənlərdir. Ona görə də tövbə et. Lakin bu demək deyil ki, günahı yüngül say. Günah heç gəlsin sənə, yox, əsla. Lakin mənası odur ki, qayıdış yolu hələ açıqdır. Qul nə qədər zəifləsə də, nə qədər düşsə də asiliyə, günaha, Rəbbi ilə bağlılığı qırmamalıdır. Və ən əzəmətli hədislərdən, hansı ki, qəlbi imanla, ümidlə doldurur. Qüdsi hədisli Peyğəmbər sallallahu aleyhi və səlləm nəql edib bizə Rəbbimdən, deyir ki, Allah Teala Adəm övladı, sən məni çağırdığın, mənə dua etdiyin, ümid bəslədiyin müddətcə səni bağışlamaram, səni bağışlayaram və əhəmiyyət vermərəm, nə etmirsən? Keçərəm günahından. Adəm övladı, günahların səmanın buludlarına çatsa belə, sonra məndən istiğfar etsən, bağışlanma diləsən, səni bağışlayaram, əhəmiyyət vermərəm. Adəm övladı, əgər yer dolu günahla mənim huzuruma gəlsən, sonra məni ilə qarşılaşanda mənə şərik qoşmadan qarşılaşsan, sənə yer dolu bağışlanma ilə gələrəm. Allahu Akbar. Günah səmanın buludlarına çatar. Lakin Allah Teala deyir ki, əhəmiyyət vermərəm, bağışlayaram. Xətalar yeri doldurar. Lakin qul təvhidlə, tövbə ilə gələrsə Rəbbinin huzuruna, Allah Teala əhəmiyyət verməz, qarşılaşar onu ilə. Yer dolu məğfirətlə, bağışlanma ilə. Ona görə də günahda batıb getmiş, ağırlığı altında əzilmiş, qaçma Allah Teala'dan. Əksinə qaç Allah Teala'ya doğru. Ey xəta edən, demə bitdim, düşəndim. De ki, tövbəmin başlanğıcıdır. Ey uzaqlaşan, demə ki, Allah Teala məni qəbul etməz belə. Əksinə de ki, Rəbbim bağışlayandır, mərhəmətlidir. Və huvəl-ləzî yəqbəlü't-təvbətə an ibadih və ya'fu anis-seyyiat. Deyir ki, Rəbbin odur, bəndələrinin tövbələrini qəbul edən, günahlarından keçən, bağışlayan və tövbə heç də dildə deyilən sadəcə bir kəlmə deyil və ya təsirləndiyin anda axıtdığın ani gözyaşları deyil, sadiq tövbənin əlamətləri var. Ən birinci günahı tərk etmən. Günahı tərk eləməlisən və yaraşmaz ki, günahda israr edə qaldığın halda deyəsən ki, tövbə edirəm. Həmsinin peşman olmalısan etdiyinə. Çünki peşmançılıq varsa qəlbdə, deməli o qəlb hələ də yaşayır. Hələ də diridir. İmanın nuru hələ sönməyib.
Həmsinin əzimkar olmalısan, sadiq səmimi olmalısan ki, qayıtmayasan, bir daha günaha təkrarlamayasan deyə. Qul nə qədər zəif olsa da günaha qayıtmamalıdır, əzimkar olmalıdır. Və zəiflik artarsa tövbəni təzələməlidir. Rəbbinə qayıtmaqdan bezməməlidir, usanmamalıdır. Həmsinin günah əgər məxluqun haqqı ilə bağlıdırsa, çalış haqları sahibinə qaytar və ya onlardan halallıq al. Və sonra bax, Allah Taala'nın rəhmətinin, lütfünün genişliyini görmək istəyirsənsə, o kişinin hekayəsinə, hansı ki 100 nəfsi öldürür, sonra tövbə axtarır, gəlir bir alimin yanına, baxmayaq ondan qabaq abidin yanına gəlmişdi. Lakin cahilliyindən yönətmir onu tövbə qapısına. Lakin alim ondan soruşulanda ki, həlli min tövbə, mənim üçün nəsə bir tövbə var? Deyir ki, وَمَنْ يَحُولُ بَيْنَكَ وَبَيْنَ التَّوْبَ. Deyir ki, səninlə tövbə arasına nə mani ola bilər? Nə girə bilər? Sonra əmr edin onu o pis yeri tərk etməyi, günah etdiyi yerdən uzaqlaşmağı, Allah'a ibadət edən salihlərin yaşadığı yerə getməyi. Və gəlir hədisdə ki, fədrakəhul məvud, ölüm onu haqlayır getdiyi yerdə. Bəzi rəvayətlərdə gəlir ki, fənəhə bi sadrihi nəhvəhə, sinəsini çevirir getdiyi yönə, sürünür sinəsi üstə, sadiq olduğu üçün tövbəsində Allahın rəhməti haqlayır onun, əhatə edir. Və hekayəsi də məlumdur salihlərə və salih olmayanlara. Və ibrət heç də təkcə insanın tövbə etdim deməsində deyil. Əsl ibrət odur ki, tövbə edəndən sonra qaydasan doğru yola. Qalmayasan eyni yolda, qalmayasan eyni dostlarla, eyni məkanda, qalmayasan harama aparan eyni səbəblərdə. Əksinə, səmimi tövbə etmisənsə, yolu dəyişməlisən artıq. O pis dostlar, hansılar ki, səbəbdir günaha düşməyinə, onları tərk etməlisən artıq. Özün üçün harama açılan qapıları bağlamalısan. Əksinə, tövbə etmisənsə səmimi, xeyr əhli, salihləri axtarmalısan. Və mümin iki şeyi cəm edir özündə. Ən birinci, günahı heç vaxt yüngül saymaz. Günaha yüngül baxmaz. İkincisi də Allah Taala'nın rəhmətindən ümidini üzməz. Abdullah ibn Məsud radiyallahu anh deyir ki, mümin günahı ilə görür ki, sanki yüksək, sıldırım bir dağın ətəyində oturub, altında oturub, qorxur ki, o dağ düşər onun üzərinə. Facir, asi isə günahı burnuna qonmuş bir milçək kimi görür. Əli ilə belə edir, milçək uçur. Və həqiqi müminin qəlbi diri olmalıdır, sağ olmalıdır, bəli günahdan qorxmalıdır, günaha düşməkdən qorxmalıdır, çəkinməlidir, lakin Allah Taala'nın rəhmətindən ümidini üzməməlidir. Günah etdiyinə görə ağlamalıdır, lakin Rəbbi haqda gözəl zəndə olmalıdır. Naqisliyinə görə peşman olmalıdır, lakin əllərini Mövlasına, Rəbbinə uzatmalıdır. Ona görə bu dünən etdiyin günahın bugünkü itayətinə mani olmasın. Asilik, düşdüyün asilik səbəb olmasın, itayəti, ibadəti tərk edəsən, namazı tərk edəsən. Demək ki, mən günahkaram, layiq deyiləm Allah Taala'nın huzuruna çıxmağa, önündə durmağa. Əksinə de ki, bəli günahkaram, lakin möhtacam Allah Taala'nın huzuruna çıxmağa. Hətta xəstə olduğu halda həkimdən qaçmaz. Susuzdursa sudan yayınmaz. Günah edən də Allah Taala'dan qaçmamalıdır. Bəli, etiraf etməlidir günahını. Lakin qayıtmalıdır Allah Taala'ya, çünki
Allah'tan başka nicat yeri yoktur. İnnallaha yuhibbut tevvabin ve yuhibbul mutatahhirin. Həqiqətən Allah Teala tövbe edenleri sevir ve pak olanları, temizlenenleri sevir. Demedi ki təkcə tövbələri qəbul edir. Yok. Kifayətlənmədi onunla. Dedi ki tövbe edenleri sevir. Allah Teala'ya sadik, tövbe edenlere karşı məhəbbəti var. Ona qaydanlara karşı hörməti var. Onun önünde sınan, acizliğini itiraf edeni rahmetine yakın eder. Bir ki sallallahu aleyhi ve sellem İnna Allah yakbalut tevbetel abd ma lem yugarqir. Allah Teala kulun tövbesini kabul edir. Ta ki ruhu boğazından çıkmayınca. Ve sevinir Allah Teala bendesinin tövbesine özüne layık bir şekilde. Bir ki sallallahu aleyhi ve sellem Allah Teala sizden birinizin tövbe etmesine sevinci, sizin bu halinizdeki sevincinizden daha şiddetlidir. Sonra o halı vesfedir sallallahu aleyhi ve sellem. Der ki sizden biriniz, yani hesap elə ki sizden biriniz səhrada, boş bir torpaqda mininin üzerinde yemeği, içmeyi, ayüzügesi, sonra miniyi qaçır ondan. Ve ümidi üzülür o miniden. Gelir bir ağacın kölgesine, uzanır kölgesinde, miniyinden ümitsiz, elini üzüb artıq, sonra görür ki miniyi başının üzerindedir. Kalkıp onun yüreğinden, üzencisinden yapışır. Sonra şiddetli sevincinden der ki, Allah'ım sen benim kulum, ben senin Rabbinem. Der ki sallallahu aleyhi ve sellem, şiddetli sevincinden hata edir. Allah Teala onun bu sevincinden bendenin tövbesine daha çok sevinir. Bakmarak kul mühtacdır Allah Teala'ya. Allah Teala varlıdır. Mühtaç değil hiç kime. Kul günahkardır, Allah Teala bağışlayandır. Bununla yanaşı kulunun tövbesine sevinir. Ona göre bugünkü tövben hayatının başlangıcı olsun. Akıttığın gözyaşın sebep olsun geçmişte olan günahlarının bağışlanmağına, səmimi ettiğin secden sebep olsun rahmet kaplarının üzüne açılmasına. Dediğin bir kelimeyi Rabbim beni bağışla, bugün dediğin en sadık kelime olsun hayatında. Allah'ım emellerimize göre, pis ettiğimiz emellere göre öz rahmetinden bizi mehrum etme. Bizi bir an olsun bile, bir göz kırpımı olsun bile nefsimize bırakma. Allah'ım bize samimi tövbe nasip et. Allah'ım günahlarımızı bağışla. Her bir günahı, gizlini de, aşkarını da, evvelini de, sonunu da, kiçiğini de, böyüğünü de. Allah'ım İslam'ı ve Müslümanları izzetli et. İslam ümmetinin ehvalını düzelt. Harda zayıf Müslümanlar varsa onlara kömək ol. Acıları varsa onları doyur. Allah'ım ülkemizi, diğer Müslüman ülkelerini xətadan, bəladan qoru. Bizi eşidib faydalarından et. Aqulu ma tesma'un ve estağfirullah li ve lekum ve li sairil muslimin min kulli zam festağfiruhu innehu vel gafurur rahim. Elhamdülillahi rabbil alamin. Vessalatu vesselamu ala eşrafil enbiya vel murselin. Nebina Muhammedin ve ala alihi ve sahbihi ve selleme teslimen kethira. İbadallah, innallaha ya'muru bil adli vel ihsani ve ita'i zil kurba ve yenha anil fahşai vel munkari vel baghi. يعظكم لعلكم تذكرون واقموا الصلاة